Məni gətirdilər bu villaya. Düz orada yerləşdirmişlər məni bu ərazidə. Yəni, çünki burada lüstr var idi. Ondan mənə yadıma gəlir, burada yerləşdirmişlər. 3 gün qaldım burada villanın içində. Burada da bizim şəhidimiz var idi. O ağır yaralı gətirmişlər. Babayev Şamil. Naxçıvandan idi, bizim kapitan idi, komandir idi. O da ağır yaralı şəkildə burada yerləşdirmişlər. Sonradan qan itirməkdən ardından şəhid oldu, Allah rəhmət eləsin. Buranın ərazisi, yerləri hamısı bizim yaralılar yerləşdirmişdi. Yəni boş ayaq qoymaq üçün yer qalmamışdı. Sonra 2 gün qaldıq burada. 3-cü gündə səhv eləmirəmsə, villanın bir tərəfini tankla vurdular ermənilər, düşmənlər. Tankla vurulanda bizi buradan çıxartdılar. Şəxsiyyəti buradan çıxartdılar. Burada səhv eləmirəmsə başqa bir otaq var idi. Ora aparmışlar. Buralar mənə yadıma gəlir. Bura mətbəx idi deyəsən. 2-ci mərtəbədə də orada otaqlar vardı. Orada da bizim yaralarımız vardı. Yəni biraz yüngül yaralılar vardı. Çünki ağır yaralılar tezbizə gətirib ora qədər çıxarmamışlar. Elə burada yerləşdirmişlər bizi. Yer hamısı qan içində idi.